Ay can, sənətkar gəlib. Necəsən sənətkar? Hoş gəlmişsən bizim Balıqara kəndinə. Çox sağ ol. Natiqin məcunu eşitmişdi, Instagramda çox gözəl paylaşımlar eləmişdilər. Mən də birinci dəfə də gəlirəm, bilirəm ki, məndən də qabaq nə qədər ağzını bilən, dadını bilən insanlar gəliblər, gediblər bura, hamısı da razı gedib. Açığı mən biraz gec gəlmişəm, üzrlə isəm. Hoş gəlmişsən sən. Amma ki, dostlarım da mənə xəbər verdilər ki, burada doğrudan da hələ tərifə layiq yerdir. İstər xidməti, istər süfrəsi, hər cürə belə deyək ki, süfrəyə lazım olan hər şey var, yoxdur burada. Can, dünyada yoxdur ya bunlar, hacı, dünyaya gör. Maşallah. Dayacılar mənə, şapalarla deyir, gəl yiyim əni. Bax, necəsən, necə? Necə də qəyli bülbələri varsın? Can, sulduz da ki, həftə altı xanlı sənətkar budur. Möhtəşəmdir. Can. Bütün dostlarla biz hər altı bazar, ara günlərdə hətta buradayıq. Allah su var olsun, xoş gəlmişsin. Canım eşitsən zırvacım. Allah su mehribansın. Allah su mənim üstümdə ərs gəlmişsin. Əmi can, necə deyim? Can, Allah su var olsun, xoş gəlmişsin. Sağ ol. Onları bu şapalaqdan bir dənə, bu da altın şapalaqdır yacı. Baxacağım ona, Baxacağım ona. Bir dənə bax ona, sən də Baxacağım ona bir dənə. Bir dənə tadına bax, sən mənə. Elə dişləyə vurma, dişlər. Ha? Bir dənə. Yox, belə. Bir dənə sən mənə, onu, ay can. Marmalaq deyə marmalaq. Ona bir dənə dişlə, sən mən. Bəh. Ay sana. Hacı necə deyil, sən nə atın cansın? Möhtəşəm. Allah olsun. Sonunuz öpürəm, sağ olun arkadaşlar.